Salam, Bakı şəhəri 24 saylı məktəbin fizika müəlliməsi Bağırova Aynurə. Bugünkü mövzumuz Arximed qanunudur. Bugünkü dərsimizdə siz qədim Yunan filosofu Arximedin məşhur kəşflərindən biri olan Arximed qüvvəsi haqqında məlumat alacaqsınız. Öz araşdırmaları ilə Arximed müəyyən etmişdir ki, mayeyə və ya qaza batırılmış cismə maye tərəfindən itələyici qüvvə təsir edir. Bu qüvvənin varlığına biz sadə təcrübi faktlarla inana bilərik. Məsələn, havada qaldırılması çətin olan və ya qaldırılması mümkün olmayan cisimləri suda nisbətən asan qaldırmaq olur. Başqa bir misal. Suya salınan taxta parçası üzərək suyun səthinə qalxır. Suya salınmış kürəcik dərhal sudan itələnərək suyun səthinə qalxır. Göründüyü kimi, maye ona batırılmış cisimlərə müəyyən qüvvə ilə təsir edir. İndi isə gəlin dərsliyimizdəki mayedə cismin çəkisi necə dəyişir adlı araşdırma ilə tanış olaq. Bu araşdırmanı aparmaqda məqsəd cismin havadakı və mayedəki çəkisini müqayisə etməkdir. Araşdırmanı aparmaq üçün bizə dinametr, maye dolu qab və plastilin lazımdır. Əvvəlcə plastilini dinametrə bərkidib, plastilinin havadakı çəkisini ölçək. Bu çəkini P0 ilə işarə edək. P0 bərabərdir 3 Newton. Dinametri aşağı hərəkət etdirərək, plastilini qabın divarına toxundurmadan suyun içərisinə salaq. Cismin sudakı çəkisini ölçək. Bu çəkini P ilə işarə etsək, P bərabər olur 2 Newton. Belə bir nəticəyə gəlirik. Plastilini suya batırdıqda cismin çəkisi azalır. Bu azalmanı təyin etmək üçün onun havadakı çəkisindən sudakı çəkisini çıxırıq. P çıxılsın P0 bərabərdir 1 Newton. İndi isə gəlin plastilini sudan çıxarıb ona kürə forması verək. Yenidən dinametrlə birgə suya salıb sudakı çəkisini ölçək. Göründüyü kimi yenə plastilinin sudakı çəkisi 2 Newton alınır. Müəyyən olunur ki, cismin formasının dəyişməsinə baxmayaraq həcmi dəyişmirsə, onun mayedəki çəkisi dəyişmir. Beləliklə, mayeye batırılmış cismə maye tərəfindən itələyici qüvvə təsir edir. Bu təsir qüvvəsi ağırlıq qüvvəsinin əksinə yönəldiyindən cismin mayedəki çəkisi azalır. Bu itələyici qüvvənin mövcudluğunu izah etmək və bu qüvvə üçün riyazi ifadə almaq üçün gəlin paralelipiped formalı taxta tirciyi qabdakı suya salaq. Cisim suda ona bağlanmış kürəcik vasitəsilə saxlanılır. Sapı kəssək, cisim suyun səthinə qalxar. Aydındır ki, cismin yan üzlərinə təsir edən təzyiq qüvvələri qarşılıqlı bərabər olub, bir-birini tarazlaşdırır. Odur ki, cisim yanlara yerini dəyişmir. Lakin cismin yuxarı və aşağı üzlərinə düşən təzyiq qüvvələri bərabər deyildir. Belə ki, onun yuxarı üzünə H1 hündürlüyündə maye sütunu F1 qüvvəsi ilə, aşağı üzünə H2 hündürlükdə maye sütunu F2 qüvvəsi ilə təzyiq göstərir. H2 böyükdür H1 olduğundan F2 böyükdür F1 olur. Ona görə də cisim Fi bərabərdir F2 çıx F1 fərqinə bərabər olan əvəzləyici qüvvənin təsiri ilə sudan yuxarıya doğru itələnir. İtələmə qüvvəsinin modulunu tapmaq üçün hidrostatik təzyiqin düsturundan istifadə edə bilərik. Nəticədə belə bir ifadə alırıq. Fi bərabərdir ρm, J, Vb. Vb bərabərdir S vurulsun H, cismin suya batan hissəsinin həcmidir. Rm isə mayenin sıxlığıdır. Arximed tərəfindən müəyyən olunan bu qüvvə Arximed qüvvəsi adlanır. Düsturdan göründüyü kimi Arximed qüvvəsi mayenin sıxlığından və cismin mayeye batan hissəsinin həcmindən asılıdır. Dərsimizin əvvəlində apardığımız araşdırmadan müəyyən olundu ki, plastilinə kürə forması verib yenidən suya saldıqda onun çəkisi dəyişmədi. Deməli, həmin cismə mayedə təsir edən Arximed qüvvəsi dəyişmədi. Beləliklə müəyyən olundu ki, Arximed qüvvəsi cismin formasından asılı deyil. Arximed qüvvəsi cismin formasından əlavə cismin sıxlığından da asılı deyil. Buna təcrübə ilə inanmaq olar.
Ekranda siz eyni həcmli, lakin müxtəlif maddələrdən hazırlanmış iki silindr görürsünüz. Silindrlərin sıxlıqları fərqlidir. Əvvəlcə birinci silindri dinametrin qarmağından asıb mayeyə batıraq. Dinametrin göstərişinə əsasən Arximed qüvvəsini qeyd edək. İndi isə həmin işi ikinci silindrlə təkrar edək. İkinci silindri dinametrin qarmağından asıb mayeyə batıraq. Dinametrin göstərişinə əsasən yenə də Arximed qüvvəsini təyin edək. Göründüyü kimi Arximed qüvvəsinin qiyməti dəyişmədi. Arximed qüvvəsi eyni həcmli, müxtəlif sıxlıqlı mayelər üçün eyni oldu. Beləliklə, Arximed qüvvəsi cismin sıxlığından asılı deyil. Arximed qüvvəsi cismin maye batma dərinliyindən də asılı deyil. Dinametrin qarmağından yük asaq və bu yükü tamamilə suya salaq. Dinametrin göstərişini qeyd edək. İndi isə qaba su əlavə edərək mayenin hündürlüyünü artıraq. Fikir versək, dinametrin göstərişi Arximed qüvvəsi dəyişmir. Belə qənaətə gəlirik ki, Arximed qüvvəsi mayeyə batırılmış cismə qədər olan maye sütununun hündürlüyündən, başqa sözlə desək, cismin mayeyə batma dərinliyindən asılı deyil. Beləliklə, belə nəticəyə gəlirik ki, Arximed qüvvəsi cismin sıxlığından, onun mayeyə batma dərinliyindən və cismin formasından asılı deyil. Eramızdan 250 il əvvəl kəşf olunmuş Arximed qanunu haqqında belə bir rəvayət vardır. Bir gün Sirakus şəhərinin çarı Qeyron Arximedi yanına çağıraraq ona tapşırıq verir. Qeyron Arximedi tapşırır ki, ustaya hazırlatdığı tacın həqiqətən təmiz qızıldan olub-olmadığını yoxlasın. Tacın kütləsi ustaya verilən qızıl qədər idi. Çar şübhələnirdi ki, usta tacın qızılına daha ucuz başqa metal qarışdırmışdır. O Arximedə göstəriş verir ki, tacı sındırmadan onun tərkibində başqa metal qarışığı olub-olmadığını öyrənsin. Tacı çəkmək asan idi, lakin onun həcmini necə tapmaq olardı? Bax, elə bu problem Arximedi çətinliyə salırdı. Axı tacın forması çox mürəkkəb idi. Arximed bu məsələ üzərində çox fikirləşirdi. Bir dəfə o, hamamda çimərkən su ilə doldurulmuş vannaya girdi. Arximed vannadan sıxışdırılıb çıxarılan suyun həcminin öz həcminə bərabər olması fikrinə gəldi. Qəflətən onun ağlına bu məsələni necə həll etməyə imkan verən bir fikir gəldi. Öz fikrindən vəcdə gələn Arximed qışqırdı: "Evrika, Evrika!" İstənilən formalı cismin həcmi onu mayeyə saldıqda sıxışdırıb çıxartdığı suyun həcminə bərabərdir. Arximed Evrika adlı əfsanəsi ilə müəyyən etmişdir ki, cismin mayeyə batan hissəsinin həcmi onun sıxışdırdığı mayenin həcmi qədərdir. VB bərabərdir VM. Bu nəticəni biz Arximed üçün əvvəldə qeyd etdiyimiz düsturunda nəzərə alaraq düsturun formasını dəyişə bilərik. FA bərabərdir ρmjVB bərabərdir ρmjVM bərabərdir mmj və nəhayət bərabərdir PM. Burada mmj bərabərdir PM cismin sıxışdırdığı mayenin çəkisidir. Beləliklə məlum olur ki, mayeyə batırılmış cismin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabər itələyici Arximed qüvvəsi təsir edir. FA bərabərdir mmj bərabərdir PM. Bu qanuna uyğunluq qədim Yunan filosofu Arximed tərəfindən müəyyən olunduğundan Arximedin şərəfinə Arximed qanunu adlanır. Gəlin Arximed qanununu təcrübi yoxlayaq. Təcrübəni aparmaq üçün bizə ayrı-ayrı ştativlərə bağlanmış 2 dinametr, lüləyi olan qab, 4 newtonluq yük və menzurka lazımdır. Gəlin birinci dinametrin qarmağından ixtiyari yük asaq. Yükün havadakı çəkisi 4 newtondur. İkinci dinametr masası üzərində boş menzurka yerləşdirək. Lüləyinə qədər su doldurulmuş qabı ikinci dinametrdən yuxarıda elə yerləşdirək ki,
axan su menzurkaya tökülə bilsin. Dinamometrdən asılan yük tədricən su dolu qaba batırılır. Bu zaman onun sıxışdırıb çıxartdığı su menzurkaya tökülür. Yük tamamilə batırılanda birinci dinamometr onun havadakı çəkisinin nə qədər azaldığını, ikinci dinamometr isə yükün sıxışdırıb çıxartdığı mayenin çəkisini göstərir. Təcrübədən məlum oldu ki, cismin mayedə itirdiyi çəkisi onun sıxışdırdığı mayenin çəkisinə bərabərdir. Sıxışdırılan mayenin çəkisi Arximed qüvvəsi qədər olduğundan deyə bilərik ki, cismin mayedəki çəkisi Arximed qüvvəsi qədər azalır. P bərabərdir P0 çıx FA. Burada P cismin mayedəki çəkisi, P0 cismin vakuumdakı çəkisi, FA isə Arximed qüvvəsidir. Qazlarda da cismə itələyici qüvvə təsir edir. Buna təcrübə ilə inanmaq olar. Vakuum kamerasına yerləşdirilmiş tərəzinin bir qolundan asılan içərisində hava olan A sferik şüşə qabı, digər qolundan asılan B yükü vasitəsilə tarazlaşdırılır. Sonra kameradakı hava vakuum nasosu vasitəsilə çıxarılır. Kameradan havanı çıxartdıqda onun sferik qaba təsir göstərdiyi itələyici qüvvə azaldığından tarazlıq pozulur. Beləliklə, bugünkü dərsimizdə öyrəndik. Maye və qaza batırılmış cismə, cismin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabər itələyici Arximed qüvvəsi təsir edir. FA bərabərdir mmj bərabərdir PM. İtələyici Arximed qüvvəsi cismin sıxlığından, cismin suya batan hissəsinin həcmindən asılıdır. Maye və qaza batırılmış cismin çəkisi ona təsir edən Arximed qüvvəsi qədər azalır. P bərabərdir P0 çıx FA. Beləliklə, dərsimiz sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm.